Gəlin sizinlə birlikdə ağızda ovulan, günlərlə qalsa belə yumşaqlığı və ləzzəti daha da artan klassik Napolyon reseptini hazırlayın. Mən ilk dəfə hazırladım, çox ləzzətli alındı. Əminəm ki, siz də hazırlamaq istəsəniz, sizdə də mütləq ki alınacaq. İlk olaraq Napolyonun bişmiş kremini hazırlayın. Süd, yumurta, unla nişasta qarışığı, şəkər tozu, vanil. Bunları ocağın üzərində az odda qarışdıra bişirmək lazımdır. Bir qurum qaynadıqdan sonra soymağa göndərik keçirik. İndi xəmirimizi qat-qat xəmirimizi hazırlamaq üçün bir qaba un əlavə edib üzərinə yumurta, su, duz, sirkə əlavə edib onun üzərinə tökürük. Heç qarışdırmadan buzluqdan çıxan yağı süzgəcin iri gözündən keçirərək üzərinə əlavə edirik. İndi isə əsas məqamlardan biri. Yağın əriməsini gözləmədən həmən xəmiri toplamağa çalışırıq. Bunu nə qədər tez etsək, bir o qədər yaxşıdır. Xəmirin qat-qat alınması elə məhz yağın belə diri qalmasındadır. Xəmiri yoğurmuruq. Sadəcə topladığımız xəmiri mən 8 kündəyə ayırdım. Baxın, xəmiri kəsdikdə bu cür görünüş almalıdır. Kündələri hamarlayırıq, üzərini streçləyirik və yubanmadan soyuducuya göndəririk. Xəmir soyuducuda bərkiyənə qədər kremimizi hazırlayırıq. Bişmiş kremin üzərinə kərə yağı, vanil əlavə edib mikserlə çırpırıq. Bu cür ağappaq, havalı bir kremimiz alınır və keçirik kündələrimizi bir-bir soyuducudan götürərək açmağa. Qıraqları səliqəli alınmasa da heç də narahat olmayın. Üzərinə çəngəllə dəliklər açıb unlanmış listimizə qoyuruq. Listi ilə ilk dəfə unlayırıq, sonra isə unlamağa ehtiyac yox. Tortumuz səliqəli alınsın deyə halqa ilə qıraqlarını bu formada kəsirik. Qat-qat xəmirimizin görün nə gözəl qatları bir-birindən aralanır. Qurcular çox tez, 180 dərəcədə 5-7 dəqiqə ərzində bişir. Görə də ehtiyatlı olun, yandırmayın. Tortumuzu da elə həmən halqanın içərisində yığıram. Sizə deyim ki, bu Napolyon tortu çox dadlıdır, amma çox yağlıdır. Amma yağı margarinlə əvəz etməyi heç məsləhət görmürəm. Ya eləyirsinizsə kərə yağı ilə eləyin, ya da margarinlə eləyəcəksinizsə heç eləməsəz yaxşı. Çünki margarin orqanizm üçün çox zərərlidir. Nəysə keçirik tortumuza. Xəmir o qədər kövrəkdir ki, qıraq hissələrini elə əlinizlə ovaraq ovuntu halına gətirə bilərsiniz. Mən tortu hazırlayan kimi soyuducuya qoymadım. Bir neçə saat ev temperaturunda qaldı. Ondan sonra soyuducuya qoydum. Kremini də bol etmişəm. İnanın ki, çox ləzzətlidir. Resepti də qeyd edəcəm. Siz isə bəyənərək dəstək olmağı unutmayın. Nuş olsun.